Bugünkü müsahibimiz ağırlıq qaldırma üzrə Avropa çempionu Rüstəm İmanzadədir. O 2014-cü ildə Avropa çempionatı zamanı ağır zədə alsa da öz iradəsi ilə bir çoxlarına örnək olub və onun hekayəsini bugün öz dilindən eşidəcəyik. Söhbətimizə elə başlayaq sizin idmana başlamağınızdan. Yəni ağırlıq qaldırmaya nə zaman başladınız? Necə qərar verdiniz ki, məhz idmana başlamalısınız? İlk dəfə deyərdim ki, ağırlıq qaldırma ilə məşğul olmamışam. Capoeira idmanı ilə məşğul olmuşam. Bir neçə müddət demək olar ki, Capoeira ilə məşğul olandan sonra dayım oğlu ağırlıq qaldırma ilə məşğul idi və mənə də təklif elədi, gəl bir yerdə gedək məşqə. Düzdür, indiki qədər də əvvəllər bu qədər belə gözəl olmasa da zallarımız, ştanqalarımız, yəni şəraitimiz bu qədər gözəl deyildi bugünkü gün kimi. Amma Lənkəran ağır atletkanın vətəni sayılır. Bizdə çox məşhurdur, yəni demək olar ki, bir çox çempionlar belə Lənkərandan yetişib ağırlıq qaldırmada. Və belə oldu ki, mən dayım oğlu ilə ağırlıq qaldırma idman növünə getməyə başladım. Sonra məşq elədikcə əl çəkmirdim. Çox sevirdim o idmanı. Haçan sabah olar da idmana gedərəm arzusu ilə yatıb dururdum. Və artıq 3-cü, 4-cü ayımdan məşqə başladıqdan 3 ay, 4 ay sonra artıq çempion olmağa başlamışdım və mənim bu idmana həvəsimi bir dəqiqə qədər də artırmışdı. Neçə yaşınız vardı həmin dövrdə? Həmin dövrdə səhv eləmirəmsə 8 yaşım var idi. İlk dəfə elə ağırlıq qaldırma məşğul olanda ad günüm günü idi. Zaten elə çempion olduğum vaxt xatırlayıram. Sonradan davam elədiniz. Sonra da artıq çempion olduqca ikinci yarışımda, üçüncü yarışımda belə artıq dalbadal çempion olmağa davam edirdim və bu məni ruhlandırırdı. Yəni hər dəfə çempion olaraq və mən medal, kubok vermək bu bir yeniyetmək üçün çox böyük bir uğur və belə deyim həvəs idi. Ona görə də artıq belə də davam elədim. Çox ağır çəkilər qaldırmısınız və hətta sizə Azərbaycanın ən güclü kişisi də deyirlər. Bəli, mənim haqqımda bir rep də yazılmışdı, ən güclü adam deyə. Bu da mənim daha çox adımla irəli gəlir. Rüstəm adı öncədən ən güclü adam anlamına gəlmiş, pəhlivan var imiş Rüstəm. Zaten mənim adımı da o yöndə qoyublar ki, Rüstəm böyüyəndə belə pəhlivan olsun, idmançı olsun. Məncə adımın dəyərini daşıyıram, həqiqətən də. 2014-cü ildəki Avropa çempionatına necə hazırlaşırdınız? Yəni hansı hədəflərlə getmişdiniz? Mən artıq 9-10 ildir ki, mən 2014-cü ilə qədər idmanla məşğul idim. Bir çox çempionluqlar, bir çox zədələr əldə eləmişdim. Mən ilk dəfə çox zədələr əldə eləmişəm, amma 2012-ci ildə dünya çempionatında qolum zədələnərək bir uzun müddət yarışlardan, idmandan uzaq qalmışdım. Düzdür, o vaxtlar heç kim inanmırdı yenə də idmana qayıdacağıma, amma mən özüm gizlicə məşqlər eləyib, hazırlaşıb yarışlara qatılacağıma özümə söz vermişdim və bir gün bir sürpriz kimi ortaya çıxdım və Rüstəm yenidən qayıdıb. Mən çünki hər zaman belə zədələrdən, məğlubiyyətlərdən yaxşı mənada həzz alan insanam. Çünki daha da güclü hazırlaşıb geri dönən bir insanam. Və sonra hazırlaşıb 2013-cü ildə artıq mən zədədən 3-4 ay sonra Avropa çempionu olmuşdum. Bir yarışda bir idmançının qazana biləcəyi bütün nəticəni əldə eləmişdim və bu da yeganə ağır atletəm ki, tarixi boyu bir yarışda bütün nəticələr əldə eləmişdim. 3 Avropa rekordu, 3 qızıl medal və Avropanın ən güclü idmançısı seçilmişdim 2013-cü ildə. Neçə kilo qaldırmışsınız orada? Onda 103 birdən qaldırma, 130 səkənlə qaldıraraq 15 yaşlarda Avropanın ən güclü idmançısı seçilmişdim. Sonra elə oldu, artıq idmanımı davam etdikcə 2014-cü ilə hazırlıqlar gedirdi. Çünki həm də 2014-cü ildə yeniyetmələr arasında olimpiada var idi. Mən o olimpiadaya yeganə namizəd idim. Çünki elədiyim nəticə çempionluqları, olimpiya çempionluğu qazana biləcək bir nəticə idi. Amma çox təəssüf federasiyamız, ağır atletkamız Olimpiya Komitəsi tərəfindən belə deyim, bəzi problemlər var idi, cərimələr ödənməli idi. Bir neçə idmançı dopinqə düşmüşdü deyə bizi idmanla yarışlardan uzaqlaşdırılmışdı. Amma çox təəssüf bu olimpiyadaya gedə bilmədim. Amma halbuki getsəydim, hamı deyirdi ki, sən yeganə çempion sən olacaqdın. Və elə oldu ki, sonra həmin vaxtlarda klublararası dünya çempionu oldu Azərbaycanda və mən orada dünya çempionu oldum, klublararası dünya çempionu oldum. Həmin nəticəm olimpiya nəticəsini artıq 10 kilo, 14 kilo üstələmişdi. Sonra vaxt gəldi çıxdı 2014-cü il noyabr ayına.
2018-də də olimpiyada olacaqdı Rio de Janeiro böyüklər arasında. Orada mən hazırlaşırdım. Çünki mənim elədiyim nəticə həm balacalarda, həm gənclərdə, həm böyüklərdə çox gözəl bir inanılmaz nəticə idi. Getdiyim yarışda da çempionluqları əldə edirdim. Və o Rio de Janeiro'da yeganə namizədlərdən də biri mən idim. Lisenziya yarışı oldu dünya çempionatı böyüklər arasında. Amma o zamanlar mənim 16 yaşım var idi. Yarışın ən balaca idmançısıydım. Böyüklərlə yarışırdım. Onun da gözəl bir xal topladım, nəticə verdim. Rio de Janeiro'ya artıq gedəcək idmançılardan biri də mən idim. Son 20 gün sonra bizdə də elə bir idmandır ki, ağırlıq qaldırma idmanı hər yarışdan sonra ən azı 1-2 ay dincəlmək məcburiyyətindəsən. Çünki bu insan deyil, bu dəmir parçası da ağırlıqdır. Hər gün tonlarla ağırlıq qaldırırıq. Amma çox təəssüf dincəlməyə bir vaxt verilmədi. Çünki yenə də deyirəm, yəni bütün çəki dərəcələrində, bütün yaş qruplarında ən güclü mən olduğum üçün gənclər arasında yarışmaya apardılar mənə 20 gün sonra. O yarışma da mənə aid bir yarışma deyildi. Amma çox təəssüf orada birdən qaldırmada 3-cü yerə çıxmışdım. Təkanla qaldırmada 148 kilo çempionluğa gələn zaman artıq belə bir ağır zədə ilə qarşılaşdım. Həmin hadisəni necə xatırlayırsınız? Düzdür, gözləmirdim belə bir hadisə olacağını, amma az öncə dediyim kimi mənim qolum zədəlidir zaten 2012-ci il yarışmadan, dünya çempionatında. Zaten həmin qoldan zədə alaraq ağırlıq mənim belimə düşdü 148 kilo. Üstəlik dincəlmədən. Üstəlik dincəlmədən çox təəssüf ki, yəni bir idmançı mütləq ki dincəlməlidir, hələ ağırlıq qaldıran. O an yəni ancaq düşünürdüm ki, yenə öncədən də o qədər zədələr almışam. Sadəcə düşündüyüm o idi ki, heç bir düzdür ağrı falan çox idi. Mənə həmin an xəstəxanaya apardılar, əməliyyat eləmək üçün yaxşı əməliyyat yeri. Bir gün mən demək olar ki, belə bir vəziyyətdə qalmışam ki, mənim üçün yaxşı əməliyyat yeri axtaracaqlar, əməliyyat olacağam. Allaha çox ki, çox superdir əməliyyatım keçdi. Yəni ancaq o an düşündüyüm o idi ki, mən tez əməliyyat olum. O biri yarışmalara artıq hazırlaşmaq üçün yenidən tez bərpa olmalıyam. Çünki artıq zədələrə öyrəşmişəm, amma düzdür, bu qədər bir zədə, bu böyüklüyündə bir zədə həyat boyu ilk dəfə mənim başıma gəlir. Amma mənim üçün zədənin böyük bir balacası yoxdur. Yəni yenə də deyim, alışdım, o qədər alışmışam zədələrə, sonra özüm toparlanıb yenidən idmana qayıtmağa. Mənim üçün bu düzdür, böyük bir zədə olsa da mənim üçün hər şey bunlar belə daha biraz zəif qalır. Həkimlər nə deyirdi həmin an? Yəni bilirdinizmi ki, müəyyən müddət yəni idmanla məşğul ola bilməyəcəksiniz? Yəni yeriyə bilməyəcəyinizi deyirdilərmi? Həkim mənə əməliyyat edən həkim var idi. Mənə hər zaman yanıma gəlib gələndə mənə bir cümləsi var idi. Hər zaman belə motivasiya verirdi. Deyir ki, sən çempionsan, sən bunu da bacaracaqsan və bir gözə belə bir sloqan var idi. Deyir ki, sən bir dəfə çempion olan insan hər zaman çempion olmağa qadirdir. Və sən də bunu bacaracaqsın. Sadəcə bu əməliyyatdan zaten super keçib. Zaten bu əməliyyatdan sonra biraz fizioterapiyaya bir müddət 5 il ərzində sən artıq sağalmalısan. Amma bir müddət mənə düzdür fizioterapiyaya göndərsələr də sonra çox təəssüf ki, federasiyamız tərəfdən mənə dəstək olunmadı və müalicəm uzun müddət artıq 9 ildir də. Artıq 9 ildir, bəli. Uzun müddət müalicəsiz qaldığım üçün bu proses biraz da uzandı. Onda bərpa oluna bilən bir şeydir. Bəli, 5 il ərzində zaten bu bərpa olunmalı idi. Amma çox təəssüf dəstək olunmadığı üçün mənim müalicəm uzandı və artıq sağalmağım belə gecikdi. İnşallah ki, indi bundan sonra yaxın bir müddətdə əməliyyat olmalıyam Gənclər və İdman Nazirliyi tərəfindən. Federasiyamızın dəstəyi ilə əməliyyat olub, sonra güclü fizioterapiya almalıyam. İnşallah ki, yaxın bir müddət indi viza məsələləri gedir. Xaricdə olacaq əməliyyat və təbii ki, bu əməliyyatdan sonra mütləq ki, dayanmadan bir uzun müddət fizioterapiya almalıyam ki, bu proses tezləşsin və mən sağalım yenidən idmana qayıdım. Ümidlər onda böyükdür. Ümidlər böyükdür, amma dayanmamalı. Təbii ki, nə qədər proses dayanarsa, necə öncədən dayanıb, yəni uzanıb müalicə, dayanmasa bu tez olacaq. Amma dayandığı müddətcə sağalmağım artıq gecikir. Yəni sizin zədə almağınızda səhv kimdə idi? Yəni siz bilirdinizmi ki, o qədər yəni fasilədən sonra, yəni dincəlmədən çıxa bilərsiniz? Baxın, mən o zamanlar 16 yaşım var idi. Mənə zaten nə deyilsə, onu edirdim. Deyilirdi yarışa qatıl. Mən o 16 yaşda bir yeniyetmək üçün yarışlara qatılmaq ən gözəl, belə deyim, gözəl bir hədiyyədir də. Yəni gözəl bir qürur hissidir ki, mən yarışlara edirəm. Mənə bir həftə sonra da desələr yarışa qatılacağam.
Məncə 16 yaşlı birinə onun yığma komanda olan məşqçiləri, federasiya tərəfindən o təyin olunmalıdır ki, bu idmançı bu yarışa gedibsə, o bir yarışa artıq bir uzun müddət ara verilməlidir. Zaten bunun qolu zədəlidir. Bu daha güclü yarışlara hazırlaşıb və buna aid olan bir yarışma deyil. Məncə onlar bunu eləməli idi. Mənim üçünsə heç bir fərqi yoxdur. Nə deyilsələr eləyirdim. Yəni düşünürəm ki, onlar buna qərar verməli idilər. Yəni bu 9 il ərzində bəs motivasiyanız nə idi? Olimpiya medalını əldə eləməmək. Yəni sağalım, olimpiya medalı üçün mübarizə aparım, yarışmaya qatılım. Mənim üçün ən böyük, yəni motivasiya budur. Başqa da heç nə istəmirəm. Yəni siz risk hesab eləsəz belə, bundan sonra, yəni sağalandan sonra yenə də təbii ki, həkimlər belə risk olduğunu deyirlər. Çünki mənim belimdə artıq 4 dənə mili var. Biraz təbii ki, risklidir, amma niyə də olmasın? Mən bu gücü özümdə hiss eləyirəmsə, artıq daha yaşım da irəlilədikcə bilirəm harda nə səhvlər olub, kim mənə qarşı nə səhvlər eləyib. Onları belə yəni beynimdə demək olar ki, artıq planlaşdırmışam da. Ona görə hazıram. Yəni risk mənim üçün önəmli deyil. Mənə ən azı o həzzi yenidən yaşamaq istəyirəm. Olimpiyadaya, yenidən idmana qayıtmaq, yarışlara qayıtmaq. Yəni ondan böyük mənim üçün bir motivasiya yoxdur. Yəni o anı gözləyirsiniz ki, əməliyyat olasınız, sağalasınız. Çox səbirsizliklə. Zaten bəlkə də ona görə mənə ən güclü adam deyə belə səslənirlər. Biraz o tərəfdən biraz belə bir dəliliyim var yenidən. Sağalım, qayıdım. Hiss olunur. Yəni başqa gözümə heç nə görürsən bir. Ancaq bunu istəyirəm. İndi idmanla məşğul olursunuz? Bugün üçün düzdür, biraz ara vermişəm. Bir müddətdir məşğul olurdum, amma 1-4 aydır ki, demək olar məşğul olmuram. Uzun müddət amma məşğul olmusunuz. Məşğul oldum, fitnesə gedirdim. 3-4 aydır məşğul olmuram, çünki əməliyyata hazırlaşıram. Gözləyirəm ki, əməliyyat olum. Yenidən bir də başladım həm məşq, həm fizioterapiya. Bir yerdə, yəni üst səviyyəmi də qorumalıyam ki, yeni idmana qaydanda mənə çətinlik göstərməsin. Üst səviyyəm artıq hazır olsun ki, bütün gücümü ayaqlarıma verim. Ona görə mütləq ki, məşğul olmalıyam. Zədə alanda, yəni 16 yaşınız var idi və yaşınız hərbiyə uyğun deyildi. Yəni sonradan bir çağırışlar oldumu? Yəni nə hiss elədiniz hərbi çağırış gələndə? Deməli, bir neçə dəfə mən hərbi çağırışlar gəlib, mənə yararsız yazmaq istəyiblər. Amma bu mənim heç sevmədiyim bir şeydir. Çünki mənim psixologiyam deyimmi, beynimmi deyim, ona deyil, başqa daha sağlam həyata, yenidə idmana qayıtmağa, yenidə öz hərbi xidmətim ki qalıb, onu görmək istəyirəm. Mən çox həvəsliyəm buna. Mən öz vətənimə qulluq eləməyi özümə borc bilirəm. Ona görə oraya yararsız yazmağı özümə sıxışdırmadım. Xahiş elədim ki, gözləsinlər. Hələ ki yaşım bitməyib, o vaxt ki var, sağlamlığını yenidən əldə edəndən sonra mən gəlib hərbi xidmətimə, əməliyyatdan sonra mütləq hərbi xidmətimi də qulluğunu edəcəm, mütləq ki. Yəni bu müddətdə ailəniz sizə necə dəstək oldu? Ailəm zaten hər zaman mənim yanımdadır. Düzdür, bugünkü mən tək yaşayıram. Mən özüm bunu istəmişəm. Çünki seçim mənimdir. Çünki tək yaşamaq bir tərəfdən də məni daha güclü eləyir. Çünki hər şey özüm eləmək məcburiyyətindəyəm. Bu daha da məni güclü saxlayır. Ailəm də hər zaman yanımda. Düzdür, onlar idmana zaten öncədən uşaqlıqdan idmana etməyimi istəmirdilər. Ağır idman növü olduğu üçün. Amma sonra bir müddət sonra Avropa çempionluqları, rekordları, sonra 2014-cü ildə dünyanın ən güclü idmançısı seçilmişəm. Onları gördükdən sonra zaten mənim qabağımı kəsmək mümkün deyildi. Onlar da bir söz demədilər. Zaten onlar bugünkü gün belə onlar istəyirlər ki, sağalım, yenidən idmana qayıdım. Onlar belə o dəstəyi verirlər mənə. Hərdən siz idman cəmiyyəsində də görürük, görüşlərdə, rəsmi görüşlərdə yer alırsınız. Bəli, tədbirlərə, Gənclər və İdman Nazirliyinin tədbirlərə çağırırlar. Mənim üçün də belə, məncə nə ki mənim üçün, gənclər üçün də, idmançılar üçün də, hər bir insan üçün də ən böyük uğurlardan biri də ölkə başçısı tərəfindən təltif olunmaqdır. Bu qürur hissini mən də yaşamışam 2023-cü ildə Xankəndidə. O qədər qürurluyum ki, bilmədim həm torpaqlarımızın alınandan sonra o torpaqlara getmək sevincini mi yaşayım, yoxsa cənab prezidentlə görüş sevincini mi yaşayım? Mənim üçün çox 2-3 qat sevincli bir an idi. Cənab prezidentlə görüşüb məni bir də mənzillə hədiyyə təltif edilməsi çox qürurlu bir an idi mənim üçün. Haqqınızda hələ heç nə bitməyib. Rüstəm İmanzadə filmi çəkilib. Bu kimin ideyası idi? Bu demək olar ki, mənim ideyam idi. Gənclər və İdman Nazirliyinə mən
təklif eləmişdim. Onlara sağ olsun təklifimi qırmadılar. Çox idmançılar Bəli. görmüşəm ki, həyatları haqqında böyük bir film, bədii film çəkilir. Mənim istədiyim bədii film idi. Amma sənədli film bugünkü gün həll elədik. Bədii film isə sağalandan sonra, yenidən idmana qayıdandan sonra bu daha gözəl bir dünyaya səs salacaq bir bədii film olacaq. Çünki dünyada nə qədər belə bir idmançı ola bilər ki, belə bir çətinliyə, zədəyə düşüb, yenidən idmana qayıtmaq eşqi, sağalıb, yenidən yarışlara qayıtmaq eşqi ilə yaşayıb da bunu əldə eləmək məncə bu çox böyük bir uğurdur. Hər kəsin əldə edə biləcəyi bir uğur deyil. Ona görə də biz bu bədii filmi ondan sonraya saxladıq. Sənədi filmi amma ərsəyə gətirdik. Qala gecəsi oldu. Filmin adını da mən özüm qoymuşdum. Çünki hər zaman sosial şəbəkələrdə belə nəsə paylaşanda hələ heç nə bitməyib sloqanı ilə nəsə paylaşıram. Bu mənim zədə alandan sonra hər zaman beynimdə canlandığım sloqandır. Hələ heç nə bitməyib. Çünki hər şey qabaqdadır. Nə qədər məni bəzən belə deyim, uzaqlaşdırmaq istəsələr də, bununla barışmağımı istəsələr də, yenidən idmana qayıtmağımı istəməsələr də, amma mənim üçün hər zaman bir söz var ki, hələ heç nə bitməyib. Mənim üçün hər şey qabaqdadır. Və mənə bu həyatım haqqında bir rep də yazılmışdı. Dostum Dadaş tərəfindən buradan onu da salamlayıram. Sağ olsun. O rep belə sayəsində belə o sözləri oxuduğum zaman həyatım bir an gözümün qabağından keçmiş. Çünki hər biri mənim həyatımdan yazılmışdı. O sözlərdən sonra daha da belə filmdən, repdən sonra daha da belə motivasiya oldu mənim üçün. Maşallah, burada xeyli kubok var, medallar var. Yəqin ki 2014-cü ilə qədər qazandıqlarınız hələ deyəsən bir hissəsidir bu. Bir hissəsi də kənarda. Artıq evə də yerləşmir. Yəni bunlar 2014-cü ilə qazandıqlarımdır. İlk medalımı ilk medalımı sizə göstərmək istəyirəm. Mənim ilk medalım budur. Deyərim ki, uğurumun ilk başlanğıcı bu medalla olub. Neçə yaşınız vardı onda? Onda mənim 8 yaşım var idi. Özüm də 18 kiloydum. 20 kilo ağırlıq qaldırmışdım. 18 kilo, 20 kilo ağırlıq qaldırmışsınız. 20 kilo ağırlıq qaldırmışdım. Yəni bu mənim ilk uğurumdur, ilk də çempionluğumdur. Hər şey bundan sonra başladı ki, yəni uğurlar davam elədi. Sonra ən böyük uğurlarım deməli ki, biri də budur. Avropanın ən güclü idmançısı seçiləndə bunu mənə təltif eləmişdi. Avropa Federasiyasının prezidenti. Avropanın ən güclü idmançısı seçilmişdim. Sonra sizə göstərim, klublararası dünya çempionluğunun medalıdır. Bu da ən böyük uğurlarımdan biridir. Sonra Avropa çempionatımın 3 qızıl medalı buradadır. Sonra bunu 9 yaşında almışam. Yad xatırlayıram. 2009-cu ildə. Bəli. Sonra bunu da 9-10 yaşlarımda. Yəni bunlar hamısı demək olar ki, uşaqlığımda qazandığım medallardır. Təsəvvür edin, 2014-cü illə zədələnmişəm, 14-cü ilə zədələnmişəm. Ondan sonra davam eləsəydim, bunlara neçə qatı olardı. Yəni təsəvvür edin, bunları yığıb yığışdırmaq olmazdı. İnşallah yenə də hələ ki İnşallah davam olar. Sayı artar kuboklarınızın, sayı artacaq, medallarınızın, kuboklarınızın sayı artar. İnşallah artacaq. Sosial şəbəkələrdə də aktivsiz, xeyli izləyiciniz var. Bəli, sosial şəbəkələrdə də aktivəm. Çünki çox adamlar belə mənə oradan müraciətlər də eləyirlər, mənə yazırlar da. İnsanlarımız mənə o qədər sevgi görürəm ki, bu da mənə bir çox motivasiya verir. Çünki mənim özümə də xoşdur ki, mən hələ də unudulmamışam, insanlar tərəfindən sevilirəm. İstər çöldə, bacada da olsa belə, şəhərdə falan gəzəndə belə insanlar yaxınlaşırlar mənə. Yəni bu mənim üçün çox qürurlu bir hissdir ki, yəni mən nələrsə eləmişəm ki, ölkəm üçün onun həzzini yaşayıram. Yəni insanlar da mənə bu qürur hissinə yaxınlaşırlar, yazırlar olsun sosial şəbəkələrdə. Çətinliklə üzləşən insanlara, xüsusilə də idmançılara nə demək istəyərdiniz? Demək istəyərdim ki, özünüzə inanın. Hər şeyin bir başlanğıcı özünə inanmaqla davam eləyir. Çünki qıraqdan çox müdaxilələr ola bilər. Qabağını kəsənlər də ola bilər, sənin qabağını kəsən insanlar da olar, bununla barışmağını istəyənlər də ola bilər, sənin gözündə o işləri çətin göstərə bilənlər də ola bilər. Çünki insanlar bir şey bacara bilmədiklərində başqalarına da onu bacara bilməyəcəyini beyinlərinə salmaq istəyirlər. Amma insan özü ona hazırdırsa, özün onu eləyə biləcəyini düşünürsə, yəni məncə qıraqdan müdaxilə belə olunsa belə onun qabağında heç kim dura bilməz. O zaten uğurun
%50 hissəsini keçməkdir. Sonra da tənbəllik etməmək, öz uğurları, yəni xəyallar, ən əsas insanın xəyallarıdır. Xəyal qura bilirsə, o uğurun üzərində gedə bilirsə, yəni insanın qabağını heç kim ala bilməz. Məncə bunları eləsələr, özlərinə inansalar, xəyal qurub o xəyalın ardıca davam eləsələr, mütləq ki, uğuru əldə edəcəklər. Mən bunu bir neçə dəfə yoxlamışam deyil də, bunu eləmişəm və əldə də etmişəm. İndi ən əsas xəyal bunun üzərində gedirəm və bunu da əldə edəcəyim. Yəni, İnşallah. İnşallah. Arzularınız reallaşır. Xüsusilə də Olimpiya medalı, bəli, ən böyük arzumdur. İnşallah ki, onu da mütləq ki, əldə edəcəm. Yəni, o bədii filmi çəkəcəyik. Bədii filmi Olimpiyadadan sonra? Mütləq ki, o da əldə edəcəyik Allahın izni ilə.